Tofiq Yaqublunu hər an itirə bilərik. Həbsxanadan Tofiq bəy bir məktub göndərib. Həmin məktubu olduğu kimi oxuyacağam. Mən şəxsən özüm oxuduqca ürəyim ağrıyırdı. Tofiq bəyi hamımız xilas etməliyik. Artıq 2-ci aydır ki, aclıq aksiyasını davam etdirir və öz azadlığını tələb eləyir. Xahiş edirəm ki, videonu bəyənin, paylaşın ki, daha çox insan izləsin. Elə Tofiq bəyin məktubda özünün də xahişidir ki, bu məlumatı çox insan oxusun, bilsin. Azərbaycan hakimiyyəti, Əliyev rejimi öz vətəndaşlarına, Qarabağ qazisinə nələr edir? Əziz dostlar, bəlkə də sizə sonuncu dəfə müraciət edirəm. Mənə qarşı çıxarılmış qanunsuz, əsassız və absurd ittihama etiraz olaraq keçirdiyim aclıq aksiyası 2-ci aya keçdi. Etiraf edim ki, çox ağır və əzablı prosesdir. Lakin bunun mənim əzmimə və iradəmə heç bir təsiri yoxdur. Əksinə, günlər keçdikcə qətiyyətim daha da artır. İlham Əliyevin mənə və ailəmə vurduğu yaraları, etdiyi pislikləri sadalamaqla qurtaran deyil. Onlardan indiki durumuma aid olan birini deyim. 2015-ci ildə yenə qanunsuz və əsassız şəkildə həbsdə olduğum zaman ilk nəvəm dünyaya gəldi. Lakin bu körpənin dünyaya gəlişi bizim ailəyə faciə gətirdi. Mələk balam Nərgiz öz körpəsini görmədən həyatını itirdi. Bu günlərdə ikinci nəvəm dünyaya gələcək. Bu körpənin də dünyaya gəlişi bizim ailənin faciəsinə çevrilə bilər. Həmin ərəfədə mənim həyatımı itirə biləcəyim ehtimalı olduqca yüksəkdir. 1993-cü ildən bəri 4 dəfə cinayət ittihamı ilə məhkum olunmuşam və sayını itirdiyim qədər də inzibati həbslərə məruz qalmışam. Bütün bu ittihamlar siyasi sifariş əsasında olub və həbslərə məruz qalmışam. Bütün bu ittihamlar siyasi sifariş əsasında olub. Onların şəxsən İlham Əliyevə nə qədər aidiyyəti varsa, mənə də o qədər aidiyyəti var. Mən heç bir cinayət törətməmişəm. Sadəcə olaraq Əliyev hakimiyyətinin törətdiyi cinayətləri və etdiyi səhvləri onun üzünə demişəm. Xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmişəm. Mənim bütün cinayətlərim dırnaqarası bunlardan ibarətdir. Əziz dostlar, həbs edildiyim ilk gündən, xüsusilə də aclıq aksiyasına başladığım dövrdən mənə möhtəşəm dəstək verməyinizdən, mənim haqqımda xoş sözlər deməyinizdən və yüksək qiymətləndirmənizdən xəbərim var. Buna görə hər birinizə ürəkdən təşəkkür edirəm. Sizin kimi bu münasibətinizdən doğan ərkdən istifadə edərək sizdən bir təmannam var. Bilirsiniz ki, Əliyevlər rejiminin bu illər ərzində siyasi məhbuslar üzərində qurduğu bütün istintaqlar eynən mənim işimdə olduğu kimi absurd və uydurmalardan ibarətdir. Ümumi şəkildə bu məhkəmə proseslərində çıxarılmış hökmlərin əsassızlığını sübut edən detallardan xəbərsizik. Siyasi məhbusların məhkəmə zallarındakı ittihamı alt-üst edən çıxışları, alibiləri, gətirdikləri sübut və faktları elə məhkəmə divarları arasında qalır. Məhkəmə prosesindən yazılmış reportajlar və təəssüratlar onların heç bir faizini də çölə çıxarmağa qadir deyil. Bildiyiniz kimi, sonuncu məhkəmə prosesində 134 səhifəlik son söz yazmışam. Həmin son sözümdə mənə qarşı irəli sürülmüş ittihamı elə darmadağın etmişəm ki, hətta mən hər hansı səbəbdən bu uydurma cinayəti boynuma götürməyə məcbur olsaydım belə, hakimin mənə bəraət verməkdən başqa yolu qalmazdı. Biz hakimiyyəti ittiham edəndə ümumi sözlərdən yox, sübutlardan və faktlardan istifadə etməliyik. Mənim yazdığım son sözü 2-3 günə rahatca oxuyub qurtarmaq olar. Odur ki, sizdən bir ricam var. Əgər həyatımın bu son günlərində sizdən daha çox dəstək hiss etməyimi istəyirsinizsə, həmin son sözü əvvəldən axıra qədər oxuyun, rəylərinizi bildirin və onu başqalarına tövsiyə edin. Dostlar, əlbəttə ki, mən yaşamaq istəyirəm. Amma nə edim ki, Əliyev rejimi mənə başqa seçimi imkanı vermədi və mən ömrümün son günlərini həbsxanada keçirmək istəmirəm. Düşünürəm ki, ölsəm, bu boşuna getməz və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb edər. Bu, anti-insani və anti-xalq rejimə
qarşı daha ciddi tədbirlərin görülməsinə səbəb olar. Cəmiyyətimizdə də onu istismar edən, talayan və təhqir edən bu rejimə qarşı nifrət hissini gücləndirər, eyni zamanda mübarizəyə səsləndirər. Ümid edirəm ki, mənim bu xahişimi yerə salmazsınız. Sizləri dünyalar qədər sevirəm, sağ olun və hamınız haqqınızı halal edin. Xahiş edirəm, bu müraciətimi paylaşın və onun yayılmasına çalışın. Hörmətlə, Tofiq Yaqublu. Hamımız Tofiq Yaqubluyuq və Tofiq Yaqublu olmalıyıq, ona azadlıq tələb eləməliyik. Tofiq bəy günahsız şərlənib, həbs olunubdur. Bütün siyasi məhbuslara azadlıq, Tofiq bəyə azadlıq. Əgər Əliyev rejimində biraz mərhəmət, biraz insani dəyərlər qalıbsa, Tofiq bəyi dərhal bir gün belə gecikmədən azadlığa buraxar.